Hər vaxtınız xeyir olsun dəyərli müəllimlər və abituriyentlər. Bugün sizə feilin təsriflənməyən formalarına bağlı çox vacib məqamlar təqdim edəcəyik. Yəni testlərdə ən çox elə bunları səhv eləyirsiniz. Yəni bu deyəcəklərim əmin ol ki, səndə imtahan zamanı qarşına çıxacaq bir çox maneələrin aradan qaldırması üçün düşünürəm ki, faydalı olacaq inşallah. Videomuzu izləyəndən sonra, elə izlədiyiniz vaxt belə kanala abunə olmağı, fikir bildirməyi yaddan çıxarma və əlavə olaraq onu qeyd edim ki, bizim mayayın 10-na, 11-nə kimi, 15-nə kimi sürət qruplarımız fəaliyyətə başlayacaq. Yəni sonradan da bu qruplara qoşula bilərsiniz. Sürət qrupuna qoşulan Azərbaycan dili və ədəbiyyat müəllimləri, həmçinin ibtidai sinif müəllimləri həftədə 5 dəfə canlı yayımdan faydalanılaraq bütün proqramı tam olaraq təkrarlayacaq. Onluq sınaqlardan, bütün mövzuların izahından, çətin tipli, imtahan tipli testlərdən yararlanaraq inşallah o MİQ tilsimini qırmaq fürsəti əldə edəcək. İndi bacar, sən daha yaxşı öyrən, daha böyük üstünlüklər əldə eləmiş ol. Belə, qoşulmaq üçün isə burada aşağıda əlaqə nömrələri yəqin ki, görəcəyiz. Başlayaq. Deməli, yazıram, yəni öncə ardıcıl təqdim eləmişəm qaydaları. Məsləhər, feil, sifət, feili bağlama ilə bağlı qaydalarımızdır. Hərəsinə aid bir 3 dənə, 4 dənə belə qaydamız var. Yemək, sonra qazmaq, axmaq, çaxmaq, cırmaq. Tipli sözlər həm məstər, həm də başqa nitq hissəsi kimi düşünülə bilir. Belə sualda soruşula bilir. Yəni, məstər dediyin feildir. Yəni, məstər feilin təsriflənmə, necə ki, getdi bir feildir, təsriflənən feildir. Getmək də bir feildir, yəni təsriflənməyən feildir, məstər. Yəni, məstər və feil anlayışları eyni şeydir. Sadəcə məstər, feil məstərin böyükdür, ən kağıdıdır. Belə, mənə hər cür səy sual veriblər. Qonşu sözünün kökü müəllim qondumu, sənin qonşun qonurmu, sən o qonşunu nə hesab edirsən, yəni sən onun nə problemin var, nə qəsdi qərəzliyin var, niyə onu qonan hesab edirsən, qonandımı sənin qonşun, elə demədə üz-üzə gəlirsən, baxma. Hətta arada, təbii ki, qonşu sadə sözdür. Hətta bunu soruşublar mənə, yemək sözünün kökü yemdir, yəni yemək yeyəndə biz yem mi yeyirik, nə yeyirik? Yəni, qonşuna başa düşdüm, quş elədin. Bəs bu cəmaata niyə yem verirsən, yeməyə vaxtı? Xeyr, yemək sözünün kökü, yəni məstər deyilsə, məstər onun heç yerdən yeməyə əmələ gəlir. Eyni zamanda həmçinin isim olan, məsələn, yemək başladı, yemək zamanı. Burada da bəli sözün kökü yedi. Mək nədir? Leksik şəkilci. Öz sözü qutarıb getdi. Yəni, mək şəkilcisi həm sadə, deməli, həm qrammatik, həm də leksik ola bilir. Və eyni zamanda burada da həmin şey var. Qazmaq, aşın qazmaq, orada da qazırsan da. Bu da düzəltmə sözü ola bilir. Sonra, axmaqda olmur. Yəni, axmaq adam burada sifətdir. Başağın sormada, yəni sadə sözdür birbaşa, şəkilçi yoxdur. Bir də suyun axmağı, burada isə məstərdir. Sonra, çaxmaq. Çaxmada çaxırsan, yandırırsan. Orada da eyni şeydir. Düzəltmə ola bilir və nəyisə çaxmaq. Cırmaq da, pişik cırmaq atanda nə cırır? Bu da düzəltmə, həm də düzəltmə isim, həm də məstər ola bilir. Belə, yəni bunları sizə cümlə daxilində də verib, bu tip sözləri sizlərdən soruşa bilərlər, ehtiyatlı olun. Daha sonra maraqlı bir sual, mən onunla danışmaq istədim. Çox adama bu sözü təhlil ilə deyəndə nə edir? Başlayır, istədim, nə, kim, mən, kimlə, onunla, nəyi danışmağı. Biraz daha yaxşı bilən deyir ki, onunla danışmağı, məsələ burada tərkib yaradıb. Yəni, adam bu cür düşünməyində problem yoxdur. Yəni, bildiyin məstərdir, məstərdən qabaq sözünün tərkib yaradıb. Yəni, niyə olmasın? Yəni, əgər o qaydanı bilmirsə, təbii ki, adamı qınamaq olmaz. Amma burada məsələ nədir? Sual olaraq qarşınıza istəmək sözü, birbaşa istəmək sözü qarşınıza çıxarsa, bu zaman burada görəcəyiniz iş başqadır.
Bax, istəmək sözü özündən qabaqçı məsdərə qoşularaq bir bütöv xəbər olur və ondan öncəki sözlə əlaqələnmir. Nə məndə əlaqələnmir? Məsdər özündən qabaqçı sözündən tərkib yaratmır. Yəni, bu cür orta məktəbdə qəbul edirlər. Danışmaq istədim. Kimlə? Onunla. Artıq burada məsdər tərkibi varmı? Xeyr deyəcəksən. Təhlildə də danışmaq istəməyi bir deməli götürəcəksiniz. Yəni, mən onunla danışdım, danışardım, danışacaqdım, hər nəsə. Belə. Danışa bilərdim. Bax, eyni şeydir. Danışa bilərdim. Eyni şeydir. Belə. Yəni, burada da məsdər tərkib yaratmadı. Növbəti bir məsələ. Deyirəm ki, oxumağa gəlib, bir də oxumaqdan daha gəldi, gözü ağrıyır. Ağrıyır. Baxın, oxumağa gəlib, oxumaqdan gözü ağrıyır. Bax, burada bizdən nə soruşa bilər? Soruşur ki, məsdərin sintaktik funksiyası nədir? Sintaktik funksiya dediyimizdə nə ola bilər? Sintaksdəki yeri, cümlə üzvü ola bilər, ara söz ola bilər, xitab olar, yəni sintaktik funksiyan deyirəm ha. Ara söz ola bilər, söz birləşməsinin tərkib hissəsi ola bilər, asıl tərəf ola bilər, əsas tərəf ola bilər, belə. Və burada da məsələ nədir? Danışmağa gəlib, nəyə gəlib deyə bilsən də, əsas burada mahiyyət nəyə ilə mahiyyət izah edə bilməyəcəksən. Nə məqsədlə gəlib? Danışmaq üçün gəlib. Maq üstə gəlib. Üçünə biz nə deyirik? Məsdər deyirik, məqsəd zərfliyi deyirik. Niyə gəlib? Nə məqsədlə gəlib? Danışmaq üçün. Düzdür? Vəssalam. Olur nə? Məqsəd zərfliyi. Sonra məqsədin bildirdi mi? Bildirdi. Bəzən səbəb də bildirə bilir. O necə olur? Ağrıyır. Nə ağrıyır? Gözü ağrıyır. Niyə ağrıyır? Löş ağrıyır. Nə səbəb ağrıyır? Ağrımağının oxumaqdan, oxuduğu üçün, TikToka baxmaqdan yox, TikTokda vaxt keçirməkdən yox, canlılarda yatmaqdan yox, nədən oynayır? Oxumaqdan gözləri ağrıyır. Düzdür? Səbəb zərfliyi. Səbəb zərfliyi. Müəllim, işarəni səhv çəkdi. Hə, mən belə çəkirəm, belə düşür imtihanda. İşarət sən düşmür, qorxmayın. Aydın demə? Belə, nə səbəbə göz ağrıyır? Oxumaqdan gözləri ağrıyır. Səbəb zərfliyi kimdə qarşınıza çıxa bilər? Oxumaqdan, danışmaqdan, yatmaqdan, belə və s. Növbəti keçək feili sifətə. Feili sifət. Danışan kimi, deyən kimi, məsdər, daha doğrusu feili sifət qoşullarla işlənib, zaman zərfliyi, zaman zərfliyi kimi ola bilir, zaman məzmunu bildirə bilir. Feili sifət qoşullarla işlənib, zaman məzmunu bildirə bilir. Bu əslində feili sifətin sifətə aid. Bax, feili sifətdə nə var? Məsdərdə var isimdən, feildən xüsusiyyət. Feil sifətdə nə olmalıdır? Feildən, sifətdən xüsusiyyət. Amma burada nə baş verir? Burada baş verir, deməli, zaman bildirmək. Zaman bildirmək isə nəyə xüsusiyyətdir? Zaman bildirmək əslində, yəni, təsviflənən, əslində elə feilin xüsusiyyətdir. Yəni, feilin xüsusiyyətdir. Əslində, zaman məzmunu, burada nə zaman sualına cavab vermək zərfdən gəlir. Qısası burada niyə belə baş verir? Deməli, qoşma ilə işlənib. Qoşma ilə işlənəndə bilirsiniz ki, qoşma qoşulduğu sözün sintaktik funksiyasını dəyişə bilir. Aydın demə? Belə, danışan kimi, bilirsiniz də, feil sifətdə zaman məzmunu bildirmək var. Zaman məzmunu, anən iki zaman məzmunu bildirir. Belə. Sonra, amma ümumən feildən götürdüyü xüsusiyyətlər içərisində bir sayılıq təsdiq, inkar, orada artıq zaman saymırıq. Belə. Bu, nəyə görə olub? Qoşmaya görə baş verib. Danışan kimi anladım. Nə etdim, anladım? Nə vaxt? Danışan kimi. Düzdürmü? Belə. İndi sualım budur ki, sizə. Deyin görək, bu cümlədə feili sifət isimləşib, yoxsa isimləşməyib?
Fe'li sifət isimləşib, isimləşməyib. Hə, əgər isimləşməyib deyirsənsə, deməməlisən, çünki artıq imtahan gəlib çatıb, sən elə bu məsələni bilmirsən, ona görə də yaxşı olacaq işlərin axırı. Mən deyəndə gəlin qruplara qoşulun, deyirdiniz belə. Bu qruplara qoşulsaydınız, elə fe'li sifət başlayan ki, mən bunu izah edirəm. Yəni, sadəcə dərslərinə baxsan, bunu asanla biləcəksin. Ona görə belə, çətin bir şey yoxdur burada. Öyrənmək lazımdır. Gec deyil ha, yenə də may qruplara qoşulsanız, bunların hamısını qəşəng biləcəksiniz. Cavab bildirir, sən elə fikirləşirsən ki, filan kəs öyrəndi, mən qaldım. Baxın, kimi nədir? Qoşma. Qoşma ismin hansı hallarına qoşulur? Yeri və təsiri haldan başqa digər hallarına, düzdürmü? Ya ismə qoşulacaq, ya isimləşmişə qoşulacaq. Bu isimləşib ki, adlıq haldadır ki, burada hər hansı bir halın əlamətini görmürsən, şəkilci görmürsən. Deməli, amma qoşma qoşulub. Qoşulubsa, deməli, artıq orada hal var. Şəkilcə görmürsənsə, deməli, nə var orada? Adlıq hal var. Qoşma qoşulubsa, deməli, burada nə var? Adlıq hal var və danışan sözü burada isimləşib. Qutardı. Sonra, deyək kimidə də eyni hal baş verir. Yəni, isimləşibmi? Bəli, burada isimləşmə var. Sonra, oxuduqdan sonra bir də gələndən sonra de. Bu sözlərdə də ilk baxışdan adama elə gəlir ki, burada dıqda var, burada da anda var. Biz tərkibini görə, təhlil ona görə eləyirik ki, qarşımıza belə suallar çıxanda aciz qalmayaq. Bax, sən bunu təhlil edirsən. Oxu sözün kökü. Aha. Buna görə mən dıqda desəm, yəni o zaman n nə olacaq? Havada qalacaqmı? Olmaz. Bəs soruya nə cavab verəcəksən? Bu da olmaz. Niyə? Çünki feili bağlama qoşmalarla işlənməz bir. İkincisi, burada dıqda olsa bu n-ı neyəcəksən? Bu da ikinci bir səbəb. Vəssalam. Burada nə var? Dıq üstəcə dan şəkilçisi bir yerdə bir feili sifəti təşkil edib yaradıb. Sonra gələndən sonra burada isə ayrıdır. Gəl sözün kökü, ən feili sifət, dən də hal. Hə, müəllim, dıqdanı necə təhlil edərəm? Dıqları necə təhlil edərəm? Sizə imtahanlarda belə bir sual verilmir. Çünki o konkret bir sual deyil. Əgər mən orada dana çıxışlıq hal şəkilçisi desəm, o zaman deyəcəksiniz ki, dıq nədir? Düzdürmü? Onda oxuduq qalır ortada oxuduq. Oxuduq deyə bir feili sifət yoxdur. Oxuduğa əgər sən təsriflənən feil desən, onda gərək oxudu ayrı, qı ayrı təhlil edəsən. Düzdürmü? Əgər ona təsriflənən feil desən, bəs buna feil sifət necə deyirsən? Feil sifət ki, təsriflənməyən feil, o zaman aləm bir-birinə qarışar. Məhz buna görə, bunun üstünə heç kim getmir. Çünki belə sualı tərkibinə görə təhlil dediyim, məsələn, deyir, yellənəcəkdəki, yellənəcək. Deyək ki, yel sözü var, nədir? Külək. Yeldən nə yaran? Yelləmək. Yelləməkdən yellənmək. Yellənirsən, adı nədir o yellənirsən? Yellənəcək. Dəkdə ki, leksik, sifət. Düzdür? Hamısının açıqlaması var. Əgər açıqlaması yoxdursa, sən o tərkibləri nətər bölürsən? Tərkibə böldüyün hər bir şeyin açıqlaması olmalıdır. Elmi əsası dəlili sübut olmalıdır. O yoxdursa, mən onu təhlil edə bilmərəm. Əgər təhlil edə bilməyəcəmsə, imtahanda da bu tip suallar qarşıma çıxa bilməz və ondan da narahat olmayın. İstər müəllim imtahanında, istər din imtahanında narahat olmayın. Onlar sizə düşmən deyirlər. Belə hallara, mücərrəd şeylərə yer verilmir. Qorxmayın ki, verin. Belə. Amma burada problem yoxdur. Ana şəkilçisi feil sifətdir. Qısası, bu da oldu nə? Feil sifət, bu da oldu. Yenə də ikisi də feil sifət. Biri olacaq keçmiş zaman məzmunu feil sifət, qoşma ilə işləmiş feil sifət. Biri indiki zaman məzmunu feil sifət. Qutardı. Növbəti. Hə, bir dənə də bu da imtahanlarda o hamıdan çox narahat olandı. O hamıdan çox narahat olandı. Belə məqamlar çox çıxa bilər qarşınıza. İmtahanlarda istər anən şəkilçisinin, istər maqməklə belə suallara sizlərə təqdim edə bilərlər, tərkiblə bağlı və yaza bilər ki, məsələn, o burada hamıdan çox narahat olandı. Yaza bilər ki, zərf
yer zərfliyi vəzifəsindədir. Ha, bax onunla yandırdın. Niyə? Niyəsini deyəcəm. Birinci mübtədanı tapırsan. Sonra nə edirsən? O kimdir? Hamıdan çox narahatdır. Anan şəkilçisi deyilmi? Anan şəkilçisi mübtədəyə qədər hamısını bir götürürsən. Bildiniz? Və çevirə bilərsən. Məsələn, burada hamıdan, buradan yazmışam da, hamıdan çox narahat olan odur. Kim? Hamıdan çox narahat olan. Və yaxud burada hamıdan çox narahat olan odur. Necə ki, bu feili sifət burada tərkib yaradıb xəbərdə. Necə ki, məsələn, çevirsə mübtədada tərkib yaradacaq, çevirim təhlil edə bilərəm də, hamıdan çox narahat olan odur. Burada hamıdan çox narahat olan odur. Necə ki, mübtədada tərkib yaradır feil sifət. Eyni işi xəbərdə də görə bilir. Xəbərdə də feili birləşmə, yəni feil sifət tərkibi kimi işlənə bilir. Yəni orada da sən hamıdan çox olaq, burada da yazsa, bu gündə yazsa, onları sən ayıra bilməyəcəksən. Qoşacaqsan feil sifətin tərkibinə, bütöv təhlil edəcəksən. Qısası bu cümlənin təhlilə bu cürdür. Mübtədə və xəbər. Daha deyə, burada bu sözdə olsa, məsələn, bu gün, indi sözdə olsa, o indini də xəbərin tərkibinə qoşacaqsan. İndi burada zərflik vəzifəsindədirmi? Xeyr, zərflik deyil. Deyəcək, müstəqil cümlə üzvü deyil, xəbərin tərkib hissəsidir. Zərfliyinin heç bir əlaqəsi yoxdur. Amma zərfdir. Feili bağlama. Feili bağlama. Bunu sənə dönə dedi. Maşın dönə getdi. 2 dənə dönəmiz var və bunu sənə, hərfləri yemişəm, fikir verməyim, bunu sənə dönə dedi. Buradakı dönə deməsə nədir? Bunu sənə dəfələrlə dedi. Çox dedi, xeyli dedi. Düzdürmü? Lap ən sonda dönə dedi, yəni dəfələrlə çox dedi. Bu dönə, bax, ona görə yerinə sinonimlərini qoydum ki, problem yaranmasın. Çox adam bu dönəyə durur, tərzi hərəkət zərfi deyir. Tərzi hərəkət zərfi deyil, axı bunu sən dönə demişəm. Çox demişəm, dəfələrlə demişəm. Düzdür? Dəfələrlə demişəm. Dəfələr nədir? Düzəltmə, deməli, kəmiyyət zərfi. Deməli, dönə də mürəkkəb kəmiyyət zərfidir. Da ona tərzi hərəkət zərfi filan deməyin. Bu getdi, zərf. Maşın dönə getdi. Maşın dönə, burula getdi. Araqdan istifadə edəcəksiniz. Bir dənə qəşəng arağı götürürsən, şəkilçini, o nədir, andıra qalmışı yox, yaxşı, o arağı yox. Arağın yeganə faydası budur, yeganə faydası. Heç, arağı götürürsən belə, istifadə edirsən. Maşın dönərək getdi, qutarı getdi. Bunu sənə dönərək fırlanır. Müəllim, bəlkə mən fırlanaraq, Azərbaycan nə bəlkə olmur, bəlkə mən düz eləmirəm sənə bu qədər bağlı. Azərbaycan nə bəlkə olmur, qutardı. Bəlkə filan şey, belə bəlkə filan şey. Qaydanı deyirsən, deyir müəllim, bəlkə deyir, qapı gəldi, oradan belə ruh girdi, açdı. Azərbaycan dilində bəlkə, birdən, yox, birdən elə şeylər olmur. Konkret, ümumi, hamının elədiyi, hamının anladığı nədirsə, onunla qaydalar tətbiq olunur. Bəlkə ilə, 100%, 1000%, ümumi qaydalar tətbiq olunur. Yəni, istisnalar qaydanı dəyişmir. Belə, maşın dönə getdi, yəni burula getdi, dönərək getdi. Burada feili bağlamadır, burada isə miqdar, yəni kəmiyyət zərfidir. Sonra, doyunca yedi, doyunca dedi. Doyunca ilə bağlı mən izah vermişəm. Qoşma niyə olmaz filan, ona çox kimi qoşma dərsinə ətraflı məlumat toxunacağıq o məsələyə. Amma hal-hazırdakı doyuncada məsələn, doyunca yedidə, burada məsələn, tərkibini təhlil edirsən. Doy sözün kökü, burada nədir? Unca yedi, düzdür? Unca şəkilçisi miqdar bildirə bilir. Miqdar bildirir, yəni kəmiyyət bildirə bilir. Nə qədər yedi? Doyunca yedi, düzdür? Partlayınca yedi. Əldən düşüncə yedi. Nə qədər yeyib? Qədərin bildirir. Doyunca çox yeyib. Çox. Bildiniz? Bu belə. Nə qədər yeyib? Qədər. Sonra deyirəm ki, doyunca de.
Hə, nə qədərdir? Doyuncadır, yəni deməyin çoxluğu mu bildirir? Xeyr. Burada məsələ nədir? Doyanda de, doyarkən de, doyduqda, doyduqca de. Aydın ama burada demək istəyir ki, doyanda de də bəsdir. Da basmayamamısın. Haçan doydun, onda de ki, mən doydum. Vəssalam, bitdi. Aydındır? Vəssalam, deməli bu ınca şəkilçisi bir dəfə miqdar, bir dəfə isə zaman bildirir. Yerinə dıqda qoyanda, məsələn doyduqda de, ınca qoyanda, ınca özündə var, dıqca qoyanda, dıqda qoyanda, yəni zamandır. Nə qədər sualına cavab verəndə olacaq nə? Cəmiyyət zərfliyi. Belə. Deməli, doyunca həm miqdar, həm də zaman bildirə bilir. Və sonuncu sözümüz, bu nə idi mən yazdım? Keçmiş. Keçmiş sözünü müxtəlif mənalarda işlətmək olar. Məsələn, deyirəm ki, gecədən xeyli keçmiş, məsələn, gəl. Gecədən xeyli keçmiş gəl. Nə olacaq? Gecədən xeyli keçəndə, əndə, deməli nə oldu? Feili bağlama. Gecədən xeyli keçmiş, xəbər gəldi. Nə vaxt? Gecədən xeyli keçmiş. Sonra deyirəm ki, ikinci işlədirəm feili sifət kimi. Məsələn, feili sifət kimi. Buradan keçmiş atlı bizi gördü. Hansı atdı? Buradan keçmiş. Məsələn, feil sifət tərkibi. Daha sonra, keçmiş unudulmur. Nə unudulmur? Keçmiş. Burada isə keç sözün köküdür. Miş leksikdir. İsimdir. Keçmiş, keçmişdə qaldı kimi cümlələrdə. Növbəti, o buradan keçmişdir. Burada isə olacaq nəqli keçmiş zaman. Mışı bir dəfə feili bağlama elədik. Bir dəfə feili sifət elədik. Bir dəfə nəqli keçmiş elədik. Bir dəfə də leksik şəkilçi kimi, isim kimi. Yəni, ən azından 4 fərqli formada işlətmək mümkündür. Belə, düşünürəm ki, öyrəndikləriniz ən azından nələrsə təkrarlamaq üçün bilənlərin təkrarlamağına, bilməyənlərin də nələrsə yeni öyrənməyinə səbəb oldusa, nə xoş halımıza, hamınıza uğurlar arzulayıram. Videoların davamının gəlməyini istəyirsə, kanalımıza abunə olmağı da yaddan çıxarmayın. Bu qədər, sağ olun.